Qəzalar bitib tükənmək bilmir. Bu dəfəki hadisə Zərdab rayonunda qeydə alınıb. Doğru xəbər Azərbaycan bildirir ki, hadisə Zərdab Ağcabədi avtomobil yolunda baş verib. Belə ki, VAZ 21099 və Range Rover markalı minik avtomobilləri toqquşub. Qəza zamanı VAZ-ın sürücüsü Azər Abdullazadə ilə hadisə yerindəcə həyatını itirib. Baş vermiş faktla bağlı araşdırma aparılır. Bakı-Astara magistralında da ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə magistralın Salyan rayonu ərazisi ilə keçən hissəsində qeydə alınıb. Belə ki, minik avtomobillərinin toqquşması nəticəsində bir qadın və 4 kişi müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Salyan rayon mərkəzi xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə yaralılara zəruri tibbi xidmətlər göstərilib, vəziyyətləri stabildir. Baş vermiş hadisə ilə bağlı araşdırma tədbirlərinə başlanılıb.